Əslənliklə Əminə necəsi bugün məsələn siyasi bir məsələ haqqında danışmalıyıq. Beləcə biz siyasi söhbətlər haqqında verilişin birinci bölümünə xoş gəldiniz. Beləcə mən bununla bağlı bir neçə gələcəklə bağlı bir neçə fikir bildirmək istəyirəm. Deməli, biz görürük ki, Avropa dövlətləri və Amerika Birləşmiş Ştatları da biz görürük ki, 200 ilə yaxındır ki, 200 ildən çoxdur ki, sənayeləşmə məsələsi ilə bağlı iş görür, sənayeləşdirmə siyasəti yeridir. Lakin biz görürük ki, bunun nəticəsində bunun nəticəsində bu ətraf mühit çirklənməsi baş verir və qlobal istiləşməkdən danışırlar. Qlobal istiləşməkdən danışmam. Mən buna qlobal iqlim istiləşməyindən danışmam. Amma ki, mən bununla bağlı onu deyə bilərəm ki, Azərbaycanda götürülən siyasət olduqca uğurlu siyasətdir. Belə ki, Azərbaycanda son illər ərzində Yaşıl Azərbaycan siyasətini mən çoxdan 2019-cu ildən danışırdım ki, Azərbaycan gələcəkdə yaşıl siyasət yeridə bilər. Çünki biz bilirik ki, neft və qaz daimi deyil və bunların əvvəl-axır son vaxtı olacaq. Lakin biz bunu da bilməliyik ki, sənayeleşdirməyi fərqli üslubda, yaşıl sənayeleşdirmə faktorunu biz inkişaf etdirə bilərik. Məsəl üçün, Bakı şəhərində salınan yaşıllıqlar və avtobusda yaşıl nəqliyyatın yaradılması mexanizması çox maraqlı bir məsələdir. Bununla yanaşı, başqa bir məsələ də budur ki, biz təkcə gələcəyini fikirləşməklə yanaşı, canlı və cansız aləmin gələcəyini fikirləşməliyik. Belə ki, biz təbiətə uyğunlaşmalıyıq, biz ətraf mühitə uyğunlaşmalıyıq, biz digər canlıların yaşam hüququnu əllərinə almamalıyıq. Məsəl üçün, küçək pişiklər var, məsəl üçün, və yaxud digər heyvanlar var. Bunları biz ovlayarkən və yaxud öldürərkən, qısırlaşdırarkən bunu düşünməliyik ki, biz canlıların sonuna gətiririk, qətliyam yardırıq. Yəni, məsəl üçün, küçəklərin qısırlaşdırılması, pişiklərin qısırlaşdırılması olduqca qəbul edilməz haldır. Çünki biz bununla gələcək heyvan nəslini yox etməklə məşğuluq. Sadəcə, bu məsələ necə fikir eləmək olar? Sadəcə, heyvan hüquqları haqqında olan məsələləri genişləndirmək. Çünki Türk törəsində, Türkün yaşayışında heyvanlara böyük hörmət olunub. Biz təbiətlə, bizim ulularımız təbiətlə sıx yaşadığı üçün heyvana əziyyət vermək haqqında belə fikirləşməyiblər. Hətta Osmanlı İmperiyası dövründə quşlar üçün xüsusi yuvalar tikilir, taxtadan yuvalar, məscid formasında yuvalar tikilir. Bu da olduqca maraqlı bir məsələdir. Digər məsələ isə Azərbaycanın yaşıl sənayeləşdirmə həmlələrinin inkişaf etdirilməsidir. Biz bununla bağlı onu deyə bilərik ki, yaşıl Azərbaycan üçün başqa alternativ yoxdur. Və mən dövlətimizin apardığı siyasi dəstəkləyirəm. Bizim cəmiyyətdə ən böyük yanlışlardan biri də dövlətlə hökuməti ayırt edə bilməməsidir. Belə ki, hökumət dəyişə bilər, amma ki, məsələn, Amerika Birləşmiş Ştatlarında olduğu kimi dövlətin siyasətini ayrı hökumət də apara bilər. Biz bunu etməliyik. Və Azərbaycanda məsələ belədir ki, yaşıl Azərbaycan üçün, heyvan haqları üçün mübarizəmiz davam olmalıdır. Sizinlə danışan Ceyhun Ərmən və